yaxşılıq edən tərəf ol, istər də yaxşılıq edilən. Hər iki halda da fərqi yoxdur. Sənin beynində oksitosin adlı hormon yaranacaq ki, bu hormon səndə olan stres, qayğı, qorxunu azaldacaq, özgüvən və sakitlik duyğularını artıracaq. Bu hormonun digər adı da qəlb qoyulucusu gedir ki, qəlbimiz üçün çox faydalıdır. Yaxşılığın hərəkətə keçdiyi zaman beynimizin yaratdığı digər hormonlar isə serotonin və endorfin hormonlarıdır. Serotonin hormonu bədənimizdə olan depressiv duyğuları azaldar. Serotonin hormonu vasitəsilə biz özümüzü daha gümrah hiss edərik. Endorfin hormonu isə vücudumuzda olan ağrıları azaltma gücünə sahibdir. Demək, buradan belə bir nəticəyə gəlirik ki, yaxşılıq gətirər. Yəni, etdiyin yaxşılıq və yaxud sənə edilən yaxşılıq ilk özünə məlhəmdir. O zaman bu məlhəmdən özünü mən etmə. Unutmayaq, biz bir yerdə daha güclüyük və özünüzdən müğayət olun.